Bugün sizinle uşaqların çox sevəcəyi bir resept bölüşəcəm. 1 stəkan süt, 1 stəkan su, 2 çay qaşığı duz, 2 yemək qaşığı şəkər tozu, 1 yemək qaşığı quru maya, yarım stəkandan biraz çox duru yağ, 1 ədəd yumurta əlavə edirik, 6 stəkan yarım un əlavə edirik, xəmir yoğururuq. Üzərini bağlayıb mayalanması üçün kənara qoyuruq. İçliyini hazırlayırıq. Mayalanan xəmirin havasını alırıq və kündələrə bölürük. Bu şəkildə 16-20 ədəd kündə çıxır. Kiçik-kiçik yayırıq. İçliyimiz üçün sosiska, Holland pendiri və qırmızı yaşıl biberdən istifadə etdim. İçərisinə qoyub bu şəkildə pirajki kimi hazırlayıb soba listinin içərisinə düzürük. Tən ortasını kəsirik bıçaqla, kənarlarına yumurta sarısı və küngüt səpirik. Önceden qızdırılmış 180 dərəcəlik sobada bişiririk. Yumuşaq pambıq kimi və çox ləzzətli. Sağ olun, gələn videolarda görüşərik.